Davam edirik. 101-ci sualla. Başlayaq sualla. Deyir, cədvəldə 22 gün tarixində Şimal yarımkürəsinin 5 müxtəlif məntəqəsi üçün günəşin çıxma və batma vaxtları verilmişdir. Günəşin çıxma və batma vaxtları. Buna əsasən hansı məntəqənin daha şimalda yerləşdiyini müəyyən edin. Biz e, belə deyək ki, gecə və gündüzün arasındakı fərqin daha çox olduğu məntəqəni götürməliyik. Gecə ilə gündüzün arasındakı fərq daha çox olsun ki, o daha şimalda yerləşsin. Burada görürəm ki, elə dördüncü məntəqədə bu arasındakı fərq daha çoxdur. Yaz gecə gündüz bərabərlik günü üçün səciyyəvidir. Yaz gecə gündüz bərabərlik günü şimal yarımkürəsində qütb gecələri başlayır. E, bərabərlik günü üçün səciyyəvidir. Şimal yarımkürəsində qütb gecələri xeyirdir. Yaz gecə gündüz bərabərlik günü hər tərəf eyni dərəcədə işıqlanır. Şimal tropik xətt üzərində zenitdə olur, xeyir ekvator üzərində zenitdə olur. Şimal və cənub yarımkürə bərabər işıqlanır. Bəli, C olar. Cənub yarımkürəsində yaz fəsli başlayır. Xeyr, cənubda payız başlayır. Şimal və cənub qütb dairələrindən günəş şüalar düz bucaq altına düşür. Qütb dairələrinə ümumiyyətcə günəş şüası düz bucaq altına düşə bilməz. Cavab olar C. 103-cü suala baxaq. Günorta vaxtı günəş şüalarının düşmə bucağının verildiyi qrafikin hansı məntəqəyə aid olduğunu müəyyən edin. Fikir versək, yay vaxtı günəş şüası, günəşin düşmə bucağı az olub. Yəni yay vaxtı günəş şüasının düşmə bucağı az olsa, deməli bu cənub yarımkürəsindədir bu məntəqə. Cənub yarımkürəsi şimalları çıxarıq. B getdi, C getdi, D getdi. Şimal yarımkürəsini götürə bilmərik. Baxırıq ki, heç bir enlikdə yəni 90 dərəcə bucaqdan düşməyib. Bu həmin hansısa enlikdirsə, demək bu tropik işıqlanma qurşağı deyil. Tropik işıqlanma qurşağı olsaydı, burada 90 dərəcəni görərdik. Günəşin düşmə zamanı 90 dərəcəni görərdik. Onun tropik deyilsə 15 cənub enlikdə gedər. Qalar Santiago 33,5 cənub enliyi. Düzdür. Yer kürəsinin sxemindəki vəziyyətinə əsasən günəşin hansı enlikdə zenitdə olduğunu təyin edin. Günəşin hansı enlikdə zenitdə olduğunu təyin etmək üçün baxırıq ki, cənub qütbü verilib, cənub qütbü. Cənub qütbündə demək olar ki, qütb gecələridir. Cənub qütbündə qütb gecələridir. Və bu zaman baxırıq ki, 70-ci paraleldə qütb gecələri başlayıb. 70-ci paraleldə qütb gecələri dirsə, 70-ci paraleldə qütb gecələri isə 90 çıx 70, bu da edər 20. Cənub qütbündə qütb gecələridirsə 20 şimal enliyində deməli ki, günəş zenitdə olar. 105. Qütb dairəsinə günəş şüalarının maksimum və minimum düşmə bucaqlarının fərqini tapın. Qütb dairəsinə günəş şüalarının maksimum və minimum düşmə bucaqlarını tapın. Fərqini tapın deyir bizə. Maksimum minimum düşür 0, minimum düşür 0. Yəni bilik ki, qütb dairələrində qütb gecələri olsa 0-da düşür. Minimum 0-dırsa maksimumdakı 47 dərəcədir. 47 ilə 0-ın fərqi elə 47-dir. Cənub yarımkürəsi üçün doğru olan fikri müəyyən edin. Cənub yarımkürəsi üçün doğru olan fikri müəyyən edin. Burada deyir ki, yay fəslidir, ən uzun gündüz və ən qısa gecədir. A şəklinə baxaq. A şəkli hardadır? A şəkildə deyir ki, cənub yarımkürəsi üçün yay fəslidir. Xeyr, A şəklində cənub yarımkürəsi üçün qış fəslidir. Səhv olar. B şəklinə baxaq. B şəkil hardadır? B şəklində 23 sentyabrdır. Yaz fəslidir. 23 sentyabr bəli, cənub yarımkürəsində yaz fəslidir. Başlayır gecə və gündüzün uzunluğu bərabər olur. B bəli doğrudur. B şəklində
Bu belə deyəndə 25 şəklinə deyil, burada 23 sentyabrda bəli, Cənub yarımkürəsində yaz fəslidir. E, C şəklində deyir ki, C şəkli hardadır? 22 dekabr. 22 dekabr qış fəslidir, ən qısa gündüz və ən uzun gecədir. Ümumiyyətlə C şəklində Cənub yarımkürəsində yaydır, bizdə qışdır. Yəni bizim dekabr ayımız onlar üçün qış, yay ayıdır. Bu da səhv olar. D şəklində payız fəslidir. Bəli, bizim üçün yazdır. O cənub yarımkürəsi üçün yaydır, yazdır. Yəni bizdə yazdırsa onlar üçün bizə yazdırsa onlar üçün payızdır. Burada deyək ki, D şəklinə baxaq. 21 mart payız fəsli gecə və gündüz uzunluğu bərabərdir. Bəli. A, B və D cavab olar. B, D. B variantı. Yer kürəsi orbit müstəvisinə 60 meyilli olsaydı, yer kürəsi orbit müstəvisi 60 meyilli olduqda, qütb dairələrimiz 60-dan keçər. Meyilli olsaydı, tropik işıqlanma qurşağının şimal sərhəddi ilə tropik işıqlanma qurşağının şimal sərhəddi ilə 23 yox, üzr istəyirəm. Qütb dairəsi 60-dan keçirsə, tropikimiz 30-dan keçər. 30-dan keçər. Cəmi 90 eləməlidir axı. Hə, deməli, şimal enli. Tropik işıqlanma qurşan şimal sərhəddi 30 şimal enliyidir. Yəni tropiklər arasıdır və 30 şimal onun şimal sərhəddi qəbul edilir. Elə şimal qütb işıqlanma qurşağının cənub sərhəddi. Şimal qütb işıqlanma qurşağının cənub sərhəddi ilə 60 şimal enliyi edər. Burada deyir ki, arasındakı ən qısa məsafə 30 milyonluq miqyaslı xəritədə nə qədər olar? Burada həqiqi məsafəmizi tapa bilərik. Həqiqi məsafəmiz nə qədər elər? 30-60 arası 30 dərəcə. 30 dərəcəni vursaq 111-ə, 1 dərəcə mildən bölsünə o edər. Həqiqi məsafəmiz 3330. Miqyasımız nədir? Miqyasımızdan da 5-0 silsək 300 qalar. 300. Bunu da ki, bölsək, xəritə məsafəsini tapsaq, xəritə məsafəsini tapsaq, 11,1 edər. 11,1. Xəritə məsafəsini üstür, həqiqi məsafə bölünsün, miqyası ilə təkrar üçün olsun. İndi baxaq 7-yə. Yer kürəsi orbit müstəvisinə 7-yə baxdıq. Keçək 8-ə. Sxem verilib bizə. Baxaq görək nədir bu. Sxemdə fərqli enliklərdəki məntəqələr üçün 21 martda günorta vaxtı şaquli bastırılmış dirəklərin kölgə uzunluqları verilmişdir. Buna əsasən hansı məntəqənin ekvatordan daha uzaqda yerləşdiyini təyin edin. Ekvatordan daha uzaqda yerləşən məntəqənin kölgəsi daha çox olacaq. Məsələn, günəş şüası necə vurur? Günəş şüası görürsünüz, düz vurur. Deməli, bu elə ekvatorda olmaz. Məsələn, burada kölgə görürük ki, məsələn, bu qədər. Məsələn, kölgənin uzunluğu gəlib bu qədər. Burada kölgənin uzunluğu bu qədər. Burada bu qədər. Görürsünüz, məsələn, E şəklində kölgənin uzunluğu nədir? Daha çoxdur. Deməli, E yerləşir. B deyək. Ekvatordan daha uzaqda yerləşir. Kölgənin uzunluğu daha çoxdur. Ekvatordan daha uzaqda yerləşir. Aha, belə bir sualımız var. Sıxım sualıdır. Nə deyir burada? Sxemə əsasən ekvatordan deyir ki, sxemə əsasən ekvatordan cənub qütb dairəsinə doğru gündüzün uzunluğunun dəyişməsi aşağıdakı qrafikdən hansına doğru ifadə olunmuşdur? Fikir versək, şimal qütb dairəsində belə deyək ki, nədir? Qütb gecələridir. Yəni, qütb gecələri bu da 22 dekabr tarixinə uyğun gəlir. 22 dekabr. Yəni, Günəş harda zenitdədir? Cənub tropikində. Bizə də sxemə əsasən ekvatordan cənub qütbünə doğru, cənub qütb dairəsinə doğru gündüzün uzunluğunun dəyişməsi. Ekvatordan cənub qütb dairəsinə doğru gündüzün uzunluğu nə edir? Əlbəttə ki, artar. İndi bizə baxaq görək, ekvatorda 12 saatdan götürülməlidir. A səhv olar. Ekvatorda 12 saatdan A səhv olar. Ekvatorda hər zaman 12 saatdır. A səhvdirsə, 12 saatdan başlanmalıdır 24 saata qədər. B də səhvdir. C variantı doğrudur. 12 saatdan başlayır. Hara kimi?
24 saata qədər. Çünki 22 dekabr tarixində Günəş cənub tropikində zenitdə olur və cənub qütb dairəsində isə qütb gündüzləri başlayır. Qütb gündüzləri başlayıbsa, deməli orada gündüzlərin 24 saatdır. Bu da olar C variantı. 10-cu suala baxaq. 10-cu sualda deyir ki, payız gecə-gündüz bərabərlik günü Günəşin zenitdə olduğu məntəqə ilə payız gecə-gündüz bərabərlik günü Günəş harda olur? Zenitdə, ekvatorda zenitdə olur, yəni 90 dərəcə ilə düşür. Zenitdə olduğu bərabərlik günü Günəşin zenitdə olduğu məntəqə ilə 6 cənub enliyində yerləşən Jakarta şəhəri arasında neçə kilometr məsafə var? Aha, 6 kilometr, 6 cənub enliyi və ekvatora deyir. Yəni Günəşin zenitdə olduğu məntəqə ekvatorda. Ekvatorun arasında nə qədər var? 6 dərəcə. 6 dərəcəmizdə vursaq 1 dərəcə meydən bölgüsünə 111-ə. Bu da edər 666. C variantı. 111-ə baxaq. 111. Hə, 111-ə baxaq. 22 dekabr tarixində aşağıda verilmiş 5 məntəqədən hansılar müvafiq olaraq şimal coğrafi qütbündən daha uzaq və ona daha yaxın yerləşir? 22 dekabrda Günəş cənub tropikində zenitdə olur və cənub tropikində zenitdə olur və şimal qütbünə, qütb dairəsinə yaxın olan məntəqələr gecənin uzunluğu daha çox olmalıdır. Yəni gecənin uzunluğu daha çox olan məntəqə şimal qütb dairəsinə daha yaxın olan məntəqədir. Yəni burada 3-ü götürək. 1, 3-dən başlayarıq. 3 daha yaxındır. Və daha uzaq olan məntəqə isə gecənin uzunluğu az olmalıdır. Gecənin uzunluğu az harda verilib? 16 saatımız var. 18. Elə burada götürərik 14 saat 2-ni. 3, 2-ni götürək cavab kimi. 3, 2. A variantı. %112. 112 baxaq. Sxemə əsasən A məntəqəsində hansı aylar aralığında Günəş zenitdə olar? A məntəqəsində hansı aylar aralığında Günəş zenitdə olar? Bunun bir fərqlisini işləmişdik. A məntəqəsi şimalda idi. Yəni hirənçi fərqlisini işləmişdik deyəsən. Yox, elə bu tip işləmişdik. Hə, A məntəqəsi harda zenitdə olar Günəş? Tutaq ki, 21, nədir burada? 23 sentyabr. 23 sentyabrda Günəş ekvatorda zenitdə olur və daha sonra cənub tropikına doğru gedir. Və burada 22 dekabr. Və Günəş bir dəfə zenitdə olur, bax, verilmişdə. Deyək ki, bax, bir dəfə zenitdə olur. Daha sonra bir dəfə də zenitdə olur. 22 dekabrdan verilir ki, 23 dekabrda cənub tropikində olur, sonra şimala doğru yönəlir və gəlir ekvatorda olur 21 mart. 23 sentyabr 21 marta kimi sentyabr, yəni mart aylarında, sentyabr-mart aylarında deyə bilərik ki, zenitdə olur. Deyir ki, qrafikdə 21 mart tarixində 5 ayrı məntəqə üçün Günəş şüalarının düşmə olacaqları verilmişdir. Buna əsasən aşağıdakı fikirlərdən hansı doğrudur? Məsələn, 5 ayrı məntəqə verilir. Yəni məntəqə 5 ayrı paraleldə yerləşən məntəqələrdir və burada nə verilib? Günəş şüasının düşmə olacağı. Günəş şüasının düşmə olacağı. Məsələn, 21 martda Günəş şüasının düşmə olacağı 90 olan yer ekvatordur. Yəni bu 0-cı paraleldir. Daha sonra 80-dən düşürsə, bura deməli 10-cu paraleldir. 10-cu paralel. Məsələn, 70-dən düşürsə, deməli 20-ci paraleldir. 60-dan düşürsə, deməli 30-cu paralel. Yəni 90 çıx 60, 30 edir. Yəni 30-cu paraleldir. 50 ilə düşübsə, deməli bu 40-cı paraleldir. İndi baxaq.
K məntəqəsində il boyu gecə və gündüzün uzunluğu bir-birinə bərabərdir. Bəli, bərabərdir. K məntəqəsi ekvatordur. Ekvatorda il boyu gecə və gündüz bərabər olur. Yalnız K və L məntəqələr tropik işıqlanma qurşağında yerləşir. Yalnız K, L. K, L. Niyə ki M də yerləşir də, M də 20 də, 20-ci paraleldə düşür. Yəni bizə doğru deyil, B variantı ilə doğru deyil. Bura M-i də yazmalıydıq. M məntəqəsi də tropik işıqlama qurşağında yerləşir. C-yə baxaq. Digər məntəqələrlə müqayisədə il ərzində ən uzun gecə P məntəqəsində müşahidə olunur. Bəli, P məntəqəsində il ərzində ən uzun gecə P məntəqəsində olur. Çünki qütbə yaxın illiklərdə e, gecə və gündüz arasındakı uzunluq fərqi çox olur. Ən uzun il ərzində ən uzun gecə də bu P-də olur, ən uzun gündüz də P-də olur. Yəni doğrudur da, doğrular çıxırdıq biz. Bizə yanlış deyirdi. N məntəqəsində il boyunca günorta vaxtı cismin kölgə istiqaməti eyni olur. N məntəqəsi şimalda, N məntəqəsi belə deyək ki, mülayim işıqlama qurşağında yerləşdiyi üçün mülayimdə yerləşir. Tropiklər arası da məsəl üçün günəş fırlansa da gün ərzində, il ərzində günorta vaxtı ancaq nə eləyər? Kölgə şimalı göstərər. Bəli, düz deyir. Məsələn, amma tropik enliklərdə bunu deyə bilmərik. Tropik işıqlama qurşağında fərqli-fərqli istiqamətlərdə ola bilər. Kölgənin uzunluğu, bir də kölgənin istiqaməti. Verilmiş məntəqələrdən heç birində qütb gecə və gündüzlər müşahidə olunmur. Verilmiş məntəqələrdən bəli, heç biri qütb işıqlama qurşağında yerləşmir. Heç bir məntəqə qütb işıqlanma qurşağında yerləşmir. Çünki bax, bu M-ə qədər KLM tropik işıqlanma qurşağı, NP isə mülayim işıqlanma qurşağında yerləşir. Cavabımız oldu B variantı. 4 doğru fikir, 1 səhv fikir. Bizə də səhv istəyirdi. Deyir ki, qrafikdə eyni meridian üzərində yerləşən 4 fərqli məntəqənin 22 gün tarixində qrafikdə eyni meridian üzərində, belə də fikir verək, eyni meridian üzərində yerləşən 4 fərqli məntəqənin 22 gün tarixinə olan gecə və gündüz uzunluqları göstərilmişdir. Bu məntəqələrdən bir-birinə ən yaxın və ən uzaq yerləşən müvafiq olaraq seçin. Yerləşənləri müvafiq olaraq seçin. Hə, fikir versək, gecə və gündüz verilir. Bax, gecə belə deyək, bu rəngdə verilib, gündüz isə bu rəngdə verilib. Belə deyək ki, bizə nə deyir? Olan bu məntəqələrdə bir-birinə ən yaxın və ən uzaqda. Ən yaxın olar, bir-birinə ən yaxın olar, bir-birinə ən yaxın olar. 1 ilə 3. Niyə? Çünki bunlar arasında gecə və gündüz fərqi azdır. Gecə və gündüz fərqi azdırsa, bunlar bir-birinə daha yaxındır. 1, 3 bir-birinə daha yaxındır. 1, 3 bir-birinə daha yaxındır. Bir-birinə daha uzaq olan məntəqələr, məsələn, gecə daha çoxdursa, 22 iyunda gecə daha çoxsa, bu cənubda yerləşir. Bu da cənubda yerləşir, söz yox. Amma məsələn 2-yə baxsaq, 2-də nədir? Gündüz çoxdur. Demək, bu da şimalda yerləşir. Bir-birinə ən uzaq hansı oldu? 2 ilə 4 olar. 2, 4 bir-birinə uzaq. Bu da ən yaxın. D variantı olar. 115. Şəkildə günəş şüalarının günün fərqli saatlarında A məntəqəsinə düşmə uzaqları göstərilmişdir. Buna əsasən A məntəqəsinə şaquli bastırılmış dirən kölgəsi günəşin birinci vəziyyətindən ikinci vəziyyətinə getdiyi müddət ərzində necə dəyişər? Birinci vəziyyətdən ikinci vəziyyətə gəlsə, kölgədən gəlsə, kölgə azalar. Kölgənin uzunluğu azalar. Çünki birinci vəziyyətində kölgə daha çox uzun olur, ikinci vəziyyətdə isə getdikcə mərkəzə yaxınlaşır və kölgənin uzunluğu da qısalır. 116. Cədvəldə KLM paralellərində yerləşən məntəqələrdə gecə və gündüzün 22 dekabr tarixi üçün uzunluqları verilmişdir. 22 dekabr tarixlərə fikir verək. 22 dekabr tarixi üçün uzunluqları verilmişdir. Buna əsasən paralel xətlərin uzunluqlarını müəyyən edin. 22 dekabr gecənin uzunluğu, gündüzün uzunluğu. 22 dekabr belə deyək ki,
22 dekabr günəş cənub yarımkürəsində olur. Gecənin uzunluğu e, gecənin uzunluğu daha çox olan məntəqə şimal qütbünə daha yaxındır. Məsələn, M məntəqəsi şimal qütbünə daha yaxındır ki, belə qütb dairəsinə daha yaxındır ki, 18 saatdır. Yox, cənub qütbünə daha yaxındır ki, cənub gecənin uzunluğu verilibsə, bəli, hə, düz deyirəm. 22 dekabrda günəş cənubda olur və şimalda gecənin uzunluğu çoxsa, bəli, M məntəqəsi şimal qütbünə daha yaxındır. Sonra üçüncü 18 saat gecə var. Və sonra K gələr, sonra el gələr. Yəni 50-ci paralel. Fikir verirsə biz deyirik ki, həmişə burada şimal qütbündə, şimal qütbü. Biz deyirik həmişə ki, paralellərimiz qütblərə yaxınlaşdıqca çevrə uzunluqları azalır. Və bizə də burada deyir ki, buna əsasən paralel xətlərin uzunluqlarını müqayisə edin. Yəni müqayisə edin desə M böyükdür K-dan, bu da böyükdür L-dən olar. M böyükdür K, M böyükdür K, M böyükdür M böyükdür. Və yaxud da belə də yığa bilərik. L kiçikdir K-dan, kiçikdir M-dən. Görək. Yəni bu yoxdur da, bu yoxsa tərsinə düzməliyik. L, K, M. Amma kiçikdir. L, K, M. Bəli, P olar. Şaquli bastırılmış dirəyin il ərzində günorta vaxtı üçün kölgə uzunluğunun dəyişmə qrafiki verilmişdir. Şaquli bastırılmış dirəyin il ərzində günorta vaxtı kölgə uzunluğunun dəyişməsi qrafiki verilmişdir. Buna görə dirəyin bastırıldığı məntəqə üçün aşağıdakı fikirlərdən hansı doğrudur? Baxaq, burada nəyə fikir verməliyik? Tarixə fikir verməliyik. Məsələn, 21 martda kölgənin uzunluğu nədir? Sıfırdır. Baxın, düşdü kölgənin uzunluğu hara? Sıfıra. Deməli, bu məntəqə ekvatorda yerləşir ki, 21 martda kölgənin uzunluğu sıfırdır. Məsələn, amma 22 iyunda məsələn, müəyyən qədər kölgənin uzunluğu qalxır. Yenə də 23 sentyabrda, yəni kölgənin uzunluğu sıfır. Deməli, məntəqəmiz 100% bilir ki, biz ekvatorda yerləşirik. Çünki 21 martda kölgənin uzunluğu sıfırdırsa, deməli bu ekvatorda yerləşir. Qütb gecə gündüzləri baş verir. Xeyr, qütb gecə gündüzləri ekvatorda baş verməz. Ekvator xətti üzərində yerləşir. Bəli, B variantı olar. Üzərində güləş ildə yalnız bir dəfə zenitdə olur. Xeyr, iki dəfə zenitdə olur. Mülayim işıqlanma qurşağında yerləşir. Xeyr, tropikdə gecə və gündüzün adi növ birləşməsi kəskin dəyişir. Xeyr, ekvatorda gecə və gündüzün adi növ birləşməsi baş verir. Çünki ekvatora yaxın olan məntəqədə gecə və gündüzün uzunluqları arasındakı fərq elə də çox dəyişmir. Cədvəldə 5 müxtəlif məntəqə 23 iyun tarixi üçün gündüzün uzunluqları verilmişdir. Aha, 22 iyun tarixi üçün gündüzün uzunluğu verilib. Məsələn, gündüz 20 saat var, 18, 13, 12, 11 saat gündüz var. Deməli, bax buradan fikir verdimsə, burada gündüzün uzunluğu 12 saatdan çox olan hansılardır? Bax buradan 1-dən 4-ə kimi gündüzün uzunluğu daha çox. Deməli, bu məntəqə 22-də günəş şimalda olduğu üçün şimalda bilirik ki, günəş şimaldadırsa, şimalda bütün enliklərdə gündüzün uzunluğu çox olar. Ekvatorda düzdür, 12-12 bölünür, amma ekvatordan başqa digər şimalda yerləşən, ekvatorun üstə sərhəddə o heç, yəni şimal yarımkürəsində gündüzün uzunluğu 12 saatdan çoxdur, olur. Amma bir dənə məntəqəmiz baxın, gündüzün də 12 saatdan azdırsa, deməli bu cənubda yerləşir, cənub enliyində yerləşir. Buna baxaq, buna əsasən məntəqələr üçün aşağıdakılardan hansı müəyyən etmək olmaz? Yerləşdiyi yarımkürə. Yerləşdiyi yarımkürəni şimal-cənubu müəyyən etmək olar. Cisimlərin günorta vaxtı kölgə istiqaməti. Cisimlərin günorta vaxtı cisim kölgə istiqamətini də bilmək olar. Təxminən məsələn biz 20 saatsa bu şimalda yerləşir. Kölgə uzunluğu məsələn şimalda görsə də, kölgə istiqaməti şimal görsə də, şimalı görsə də tapmaq olar. Gecənin uzunluğu elə gündüz verirsə gecəni çıxarıb taparıq. Yerləşdiyi saat qurşağının bura aidiyyatı yoxdur. Mövcud fəsildə bilmək olar. Yerləşdiyi saat qurşağını biz gündüzün uzunluğundan tapırıq. D variantı olar.
119 deyir, əgər yerin xəyali oxunun orbit müstəvisinə meyillilik bucağı daha böyük olsaydı, onda aşağıdakı dəyişikliklərdən hansılar baş verəydi? Məsələn, əvvəl yer istər həcmi idi 66,5-dir. İndi daha böyük olsaydı, tutaq ki 70-dən keçir. 70-dən keçirsə burada qütbümüzdür. Aha. Biz bununla nə edir? Məsələn, qütb şıqlama qurşağının sahəsi azaldı. Mən o birisi birinci hissə, ikinci 100-dən başlamışam. Əvvəlki test izahına dedim ki, məsələn, qütb işıqlanma qurşağının sahəsi azalırsa, qütbün sahəsi azalsa, tropikdə avtomatik azalır. O mülayim işıqlama qurşağının yeniyəcək sahəsi artacaq. Bu artacaq, bunlar mülayim artacaq, amma bunlar hər ikisi sahəsini yeniyəcək, azalacaq. İndi baxaq. Tropik işıqlama qurşağı daha geniş olardı. Xeyr, tropik qütb kiçilirsə, tropikdə kiçilir. Azərbaycanda yay fəsli daha isti olardı. Azərbaycanda yay fəsli daha isti olardı fikrinə baxaq. Tropik neçədən keçəcək? 20-dən keçəcək. Əvvəl neçədən keçirdi? 23-dən keçirdi, bizə 40-da. Xeyr, azalmır. Azərbaycanda yayda belə deyək ki, isti azalacaq. İstilik azalacaq. Niyə ki? Çünki baxın, əvvəl 23-dən keçirdi, daha yaxın idi. İndi azalıb bir tropik 20-dən keçəcək. Yox, 2 də olmaz. Şimal qütb dairəsi daha şimaldan keçər. Bəli, şimal qütb dairəsi əvvəl 66,5 idi, indi 70-dən keçir. Bəli, daha şimaldan keçər. 3-ü götürdük. Bakı şəhərində günorta vaxtı günəş şüalarının minimum düşmə bucağı mövcud vəziyyətə görə daha böyük olardı. Bəli, daha böyük olardı. Niyə? Baxaq. Dedim ki, məsələn, əvvəl neçədən keçir? 66,5. Özümdən rəqəm götürdüm, dedim 70-dən keçsin və bizim sualın şərtində ki, daha böyük keçsin. 70-dən keçirsə, tropik neçədən keçər? 20-dən. Tropik 20-dən keçirsə, 40-cı paralelimizə Bakını da çəkək. Tropik 20-dən keçirsə, qütb dairəsi də 70-dən keçəcək. 70-dən. Bu bizim ekvatorumuz, bu da bizim cənub tropikimiz. Yəni yerin vəziyyəti dəyişib ki, belə olur. Minimum düşmə bucağı, Bakı minimum düşmə bucağını tapmaq üçün, bax, bura minimum düşmə bucağını tapmaq üçün Günəş bizdən daha uzaqda olmalıdır. Tutaq ki, olub 20-də. Yəni 20 yerin belə deyək ki, meyilliyi dəyişib 20 cənub tropik xətti sahələrdə. Yəni cənub tropikində olanda Bakıya minimum bucaq altından düşər. Bura 90-la düşürsə, Bakı ilə bunun arasında nə qədər var? Bakı ilə bunun arasında var nə qədər? 40, 60, 30. Hə, 30 dərəcə bucaqdan düşər. Deməli, minimum 30-dan düşür. Əvvəl minimum neçə ilə düşürdü? Əvvəl minimum 23,5 idi. 23,5 cənub tropikindən keçirdi Günəş və minimum Azərbaycan düşürdü 26,5. Amma yerin belə deyək ki, orbit müstəvisi meyilliyi artsa, yəni 26,5-dən, minimum düşmə bucağı 26,5-dən çox olardı. Maksimum düşmə bucağı isə indi 73,5-dir. Maksimum düşmə bucağı da 73,5-dən az olardı. Belə bir maraqlı testdir. Bunu yadda saxlamağa dəyər. 3, 4 doğru fikirdir. Bizə doğru istəyirdi. 3-dən 4-ü götürərik. Günəş şüaları qış gün dönümündə günorta vaxtı Bakı şəhərinə 30 bucaq altına düşsəydi, şimal qütb dairəsi hansı enlikdən keçərdi? Günəş şüaları qış gün dönümündə, qış gün dönümündə günorta vaxtı Bakı şəhərinə 30 bucaq altına düşsəydi, şimal qütb dairəsi hansı enlikdən keçərdi? Bax, bu suala təxminən bayaq 70 götürmüşdüm. İndi həmin şey gəlib çıxacaq, bax burada. Yəni, baxaq. Bakı şəhərinə deyir ki, qış gün dönümündə, yəni qış gün dönümü deməkdir ki, Günəş cənub tropikində zenitdədir. Və 40-cı enliyə deyir ki, bura ekvatoru çəkək. Burada da cənub tropikini çəkəcəyik. Bura hər hansı bir cənub tropikidir, bilmirəm hər hansı keçir tropik xətti və ora 90-la düşür. 90-la düşür və Bakıya da Günəş şüaları deyir ki, 30 dərəcə ilə düşür. 90-30 arasında nə qədər var? 60. Deməli, enliklər arasında 60 olmalıdır. Enliklər arasında 60 olmalıdırsa, buradan bura kimi 40, buradan bura kimi də 60 gəlməliyəm. 20 də gələm ki, bura olsun. Ekvatordan 20 aşağı düşsəm, 20 cənub enlik. Aha, tropikimiz keçdi, 20-ci cənub enliyində tropik xəttlərimiz, yəni 20-ci paraleldə keçdi.
Tropiklərimiz 20-dən keçəcək, qütb dairələrimiz neçədən keçər? Qütb dairələri ilə tropikin cəmi 90 eləməlidir. Yəni 20 üstə gələk x bərabər 90. Buradan x bərabər nə gəlir? 70. Şimal qütb dairəmizə 70 şimal enliyinə keçər. Cənub qütb dairəmizə 70 cənub enliyinə keçər. 70 o var. 21-ci suala baxaq. El-Elvin diaqramına əsasən uyğunluğu müəyyən edin. Yay gündürmü, qış gündürmü? Aha. Yay gündürmündə biz bildik ki, günəş şimal tropikində zenitdədir. Qış gündürmündə isə günəş cənub tropikində zenitdə olur. Ekvator xətti üzərində günorta vaxtı günəş şüaları 66,5 bucaq atılan yuxarıda. Bəli, hər ikisində olduqda ekvator 66,5 düşür. Şimal yarımkəsində yay fəsli başlayır. Şimal yarımkəsində yay fəsli başlayır. Yay gündürmünə aid xüsusiyyət 2 nömrə veririk. Şimal yarımkəsində qış fəsli başlayır. Şimal yarımkəsində qış fəsli başlayır cümləsi isə qış gündürmünə aiddir. Cənub yarımkəsində yay fəsli başlayır. Cənub yarımkəsində yay fəsli başladığı gün elə qış gündürmüdür. Cənub yarımkəsində qış fəsli başlayır. Bu da yay gündürmünə aiddir. 2, 5, 3, 4. 2, 5, 3, 4. 2, 5, 3, 4 C variantı. 3, 4. Sözcədə bir aiddir. 22-ci suala baxaq. 21 mart tarixində günorta vaxtı günəş şüaları A məntəqəsində 70. Bu da bu tip testi işləmişik. Baxaq. 21 martda günəş harda zenitdə olur? Ekvatorda zenitdə olur. Ekvatorda zenitdə olursa, ekvator nə qədər düşər? 90-la. Deyək ki, A məntəqəsində 70. A məntəqəsinə qədər düşür. A məntəqəsinə deyir ki, A enliyinə belə deyək, A enliyinə 70 ilə düşür. B enliyinə nə qədər düşür? B-yə deyir 50 ilə düşür. B-yə 50 ilə düşür. C-yə isə 30-la düşür. C-yə isə 30-la düşür. Aha. Bax, bu niyə belə 30-50 düzdür? Çünki günəş burada zenitdədirsə, buradan uzaqlaşdıqca bizə günəş düşmə bucağı da azalacaq. Ekvatordan uzaqlaşdıqca günəşin düşmə bucağı azalır. Buna əsasən şimal yarımkəsində yerləşən bu məntəqələr cənubdan şimala doğru sıralanır. Cənubdan şimala doğru deyirsə, A, B, C gələr. A, B, C. A, B, C hardadır? A variantında qeyd olunub. Növbəti suala baxaq. Növbəti sual hansı idi? Hansı olacaq? Bir dəqiqə. 123-cü sual olacaq. Baxaq 123-ə. Cədvələ əsasən 21 mart tarixində müxtəlif coğrafi enliklərdə hündürlüyü 3 metr olan cisimlərin günorta vaxtı kölgələrinin uzunluğu verilmişdir. Hansı məntəqənin ekvatora daha yaxın olduğunu müəyyən edək. Hansı məntəqənin ekvatora daha yaxın olduğunu müəyyən etmək üçün kölgənin uzunluğu ən qısa olmalıdır. Çünki günəş ekvatorda zenitdədir 21 martda. 21 martda günəş ekvatorda zenitdədirsə, ekvatora yaxın məntəqələrdə belə deyək ki, kölgənin uzunluğu az olacaq. Ona görə də kölgənin uzunluğu hardasında az verib. 5-də az veribsə, deməli bu məntəqə daha ekvatora yaxındır. Məsələn, ekvatora daha uzaq desəydə, kölgənin uzunluğu hansından çoxdur? Məsələn, 2-də çoxdur, 2-ni götürərdik. deyir, aşağıdakı qrafikdə 50 cənub enliyində yerləşən məntəqədə bir ay ərzində gününüzün uzunluqlarının dəyişməsi verilmişdir. Buna əsasən qrafikin hansı aya aid olduğunu müəyyən edin. Buna nə verib? Baxaq. Ayın günləri. 10, 20, yəni 30-a kimi ayın günləri verilib. Baxırıq ki, ayın müəyyən vaxtına kimi artıb. Nədir bu? Gününüzün uzunluğu. Ayın müəyyən müddətinə kimi artıb. Müəyyən müddətdən sonra azalıb. Müəyyən müddətdən sonra azalıbsa, deməli günəş, belə deyək, 50 cənub enliyində məntəqəmiz. 50 cənub enliyimiz. Burada cənub tropikində çəkək, 23,5. Bax, bu əlbəttə ki, bu dekabr ayı olacaq. Niyə? Dekabr ayının əvvəli. Günəş gəlir hara? Cənub tropikinə tərəf.
Və günəş gəldikcə, bir də gəldikcə cənubda yerləşən məntəqələrdə gündüzün uzunluğu artır. Günəş gəldi, bura çatdı. 23,5 cənub ilinə. Və bu 23,5 cənub ilinə günəş olduqda 22 dekabr sayılır. Və dekabr ayı üçün xəstə. Sonra dekabr ayının müəyyən bir vaxtında günəş qayıdır. 22 dekabr bu da olur da, təkcə 22 dekabr da olur. Dekabr ayı bu da olmur. Dekabr ayının müəyyən vaxtından sonra qayıdır yuxarı. Deməli, bu hansı ay olacaq? Dekabr ayı olacaq. Deyir ki, sual tam düşmədi. Hə, Qrafda 5 ayrı məntəqədə günorta vaxtı gün günəş şüalarının düşmə ocaqları verilmişdir. Məntəqələrdən hansı cənub qütb dairəsi üzərində yerləşir? Deyir, qrafda 5 ayrı məntəqədə günorta vaxtı gün günəş şüaları verilmişdir. Aha. Məntəqənin hansı cənub qütb dairəsində üzərində yerləşir? Cənub qütb dairəsində mən bilirəm ki, günəş 22 dekabr tarixində 24 saat gündüz olur. 22 iyun tarixində isə 24 saat gecə olur. Hə, amma burada günəş şüasının düşmə bucağına görə verir, gündüzün uzunluğuna görə verməyib. Aha. Günəş şüasının düşmə bucağına görə verirsə, onu da belə eləyərəm. 22 iyun tarixində günəş şüasının düşmə bucağı cənub qütb dairəsinə 0 olar. 22 iyunda 0 harda verib? Olmaz. 22 iyunda 0 harda verib? B-də verib 22 iyun tarixində. Qrafikdə qrafikdə məntəqənin 23 sentyabr, 23 dekabr, 21 mart, 22 iyun tarixlərindəki gecə və gündüzün uzunluqları verilmişdir. Buna əsasən məntəqənin hansı coğrafi enlikdə yerləşdiyini müəyyən edin. 21 mart, 22 sentyabr bizə gecə və gündüzün uzunluğunu bərabər verir. Bu sözsüz. Çünki 21 martda 23 sentyabrda bütün enliklərdə gecə və gündüzün uzunluğu necə olacaq? Bir deyək ki, bərabər olacaq. Gündüzün uzunluğu 22 dekabrda daha çoxdursa, günəş cənubda olduqda 22 dekabrda günəş cənubda olur. Gündüzün uzunluğu çoxsa, deməli bu cənub yarımkürəsidir. Bu verilən enlik cənub yarımkürəsi olacaq. Cənub yarımkürəsi olacaq. A gedər, D gedər, B gedər, qaldı C və E. C və E-dən burada hansı olar? E-ni götürsəm, gündüzün uzunluğu gərək 24 saat olardı, gecə olmazdı. Çünki 22 dekabrda 80 cənub enində qütb gündüzləri olur. 80 cənub enində 24 saat olur gündüz. Gecə isə 0 saatda, yəni 24 saat gecədirsə, gündüzdürsə, bu da gündüzü 18 saat verir. Bu da gələr düşər variant olaraq C variantı. Hər bir cənub enliyi götürmək olar. Suala baxanda deyirsən, bu da mən enliyi nətər müəyyən edeyim. Halbuki variant çıxaraq biz enliyi tapa bilirik. 127. Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Tamamlayan bənd tropik şıqlama quşağı, mülayim şıqlama quşağı, qütb şıqlama quşağı. Üçünə də oxşar xüsusiyyət. Günəş ildə 2 dəfə zenitdə olur. Bu yalnız tropik aiddir. Gecə və gündüzün adi nömrələşməsi pozulur. Bu adi nömrələşmənin pozulması qütb şıqlama quşağına aiddir. Bütün fəsillər müşahidə olunur. Bütün fəsillər müşahidə olunur deyirsə, bu mülayim şıqlama quşağına aiddir. Avrasiya materiki yerləşir. Tropik şıqlama, mülayim şıqlama, qütb şıqlama quşağında bəli Avrasiya materiki yerləşir. D variantı üçün də ortaq bir xüsusiyyətdir. Yerin coğrafi qütbləri yerləşir. Yerin coğrafi qütbləri qütb şıqlama quşağında yerləşir. Cavab olar D. Evet, sual var. Yerə bastırılmış şaqlit dirəklərin günorta vaxtı kölgə uzunluğunun il ərzində dəyişmir.
dəyişmə qrafikindən hansı Bakı şəhərinə aid etmək olar? Hansı Bakı şəhərinə aid etmək olar? Bakı şəhərinə belə deyək ki, kürgən uzunluğu bizdə heç vaxt 0 olmur. Yəni A variantı səhv olar. 0 olanları çıxaram. Məsələn, ümumiyyətcə kürgə uzunluğu 0 verirsə onu çıxaram. Aha. Günəş bizdən uzaq olanda kölgənin uzunluğu daha çox olur. Günəş cənub yarımkürəsində olduqda, yəni 22 dekabr tarixində kölgəmizin uzunluğu maksimum olacaq. Yəni bu da 22 gün verir kölgənin uzunluğunun maksimum. Onda bu da səhv olar. Daha sonra, məsələn, D-də isə 22 dekabr kölgənin uzunluğunu çox verir, bəli. Amma C-də nə verir? C-də 22 iyun kölgənin uzunluğunu çox verir. Xeyr, 22 dekabrda kölgənin uzunluğu çox olmaz. Günəş bizdən nə qədər uzaqdırsa, bizə də kölgənin uzunluğu daha çox olar. Bəli. Cavab olar D. Günəş nə qədər uzaqdırsa, kölgənin uzunluğu da o qədər çox olar. Nə qədər belə kiçik bucaq altına düşürsə, kölgənin uzunluğu da o qədər çox olar. Yəni belə deyək. Məsələn, böyük bucaqla düşür, kölgənin uzunluğu daha qısadır. Hətta 90 dərəcə ilə düşür, maksimum 90-a düşə bilirsə, kölgənin uzunluğu yoxa çıxır. 129. Aşağıdakı enliklərdən hansında 21 mart günü günorta vaxtı günəş şüalarından düşmə bucağı ilə axşam qütb ulduzunun görünmə bucağı bir-birinə bərabər olur. Bir deyək də, məsələn, bu olacaq 45 deyil niyə? 45 şimal eni ilə biz bilirik ki, 45 şimal eni qütb ulduzu 45 ilə də görsənir. Hər enliyə öz dərəcəsindən görsənir şimal eni ilə. Və 21 mart tarixində də Günəş ekvatorda zenitdədirsə, burada arasında 45 dərəcə fərqi olduğu üçün dərəcəsində də 45 dərəcə fərqi olacaq. Bəli. Bu buna bərabərdir. 139. 139-a deyir ki, aşağıdakı qrafiklərdə 21 mart tarixi üçün 3 məntəqəyə şaqıl basdırılmış eyni hündürlüklü dirəklərin kölgə uzunluqları verilmişdir. Buna əsasən verilmiş fikirlərdən hansının doğru olduğunu müəyyən edin. Kölgənin uzunluğu birində nə qədər verib? 2 verib, 3 verib, 4 verib. Günəş 21 martlarda zenitlidir, ekvatorda. Ekvatora ən yaxın məntəqə hansı olar? Kölgənin uzunluğu daha qısa olan məntəqə. Ekvator daha yaxın budur. Sonra budur, sonra budur. Yəni, belə deyək ki, indi baxaq fikirlərdən görək nə deyim. Ekvatorda ən uzaq yerləşən məntəqə 1-dir. Xeyr, ekvatora ən yaxın yerləşən məntəqə 1-dir, uzaq yox. Ekvatora ən yaxın yerləşən məntəqə 3-dür. Xeyr, 1-dir. Bütün məntəqələr ekvatorla eyni məsafədə yerləşir. Xeyr. İkinci məntəqə birinci məntəqəyə nisbətən ekvatora daha yaxındır. Xeyr, birinci məntəqə ekvatora daha yaxındır. İkinci məntəqə üçüncü məntəqəyə nisbətən ekvatora daha yaxındır. Bəli, 2 3-dən daha yaxındır. %31. 23 sentyabr tarixində günorta vaxtı günəş şüalarının X məntəqəsinə 70, Y məntəqəsinə 50, Z məntəqəsinə 30 altına düşür. Bunun əsasən cənub yarımkürəsində yerləşən bu məntəqədə ekvatordan cənub qütbünə doğru sıralanır. Ekvatordan cənub qütbünə doğru sıralanacaq. Onda ekvatorumuzu çəkək. Ekvator nə qədər düşür? 90-la. Sonra X enliyi nə qədər düşür? 70. Ekvator uzaqlaşdıqca düşmə uzaqları da azalacaq. Z məntəqəsinə nə qədər düşür? Z-də düşür yox, Y-də gəlir. Y-ə düşür nə qədər? Y-ə düşür 50. 50. Z-də nə qədər düşür? Z-də deyir ki, 30 düşür. Yəni, biz niyə belə düşürəm? Ekvatordan uzaqlaşdıq, günəş şüasının düşmə bucağı da azalacaq. Çünki 23 sentyabr, 23 sentyabr günəş haradadır? Ekvatorda. Biz düşsək, elə X, Y, Z düşmüş olaraq. X, Y, Z, X, Y, Z olacaq. Bir cənuba doğru sıralanır. Şəkildə günəş şüalarının günün fərqli saatlarında A məntəqəsinə düşmə bucaqları göstərilmişdir. Buna əsasən bu məntəqəyə şaqili bastırılmış dirəyin kölgəsinin günəşin hansı vəziyyətdə daha qısa olduğunu müəyyən edin. Kölgənin uzunluğu mən deymişəm nədir? Daha böyük bucaq altına düşürsə, kölgənin uzunluğu onda qısa olacaq. Kiçik bucaq altına düşürsə, kölgənin uzunluğu onda uzun olacaq. Cavab C. 133.
Yer kürəsinin şixindəki vəziyyətinə əsasən coğrafi enliklərdən hansında gündüzün uzunluğu daha çoxdur? Aha, baxırıq, Cənub qütbü verilib, bax, Cənub qütbü yazıb. Cənub qütbündə nədir? Cənub qütbündə deyir ki, qütb gecələri müşahidə olunur. Cənub qütbündə qütb gecələri müşahidə olunursa, deməli bu tarix 22 iyun tarixidir. 22 iyun tarixində günəş hara zeytdə olur? Şimal yarımkürəsində. Bizə deyir ki, hansı enlik gündüzün uzunluğu daha çoxdur? Gündüzün uzunluğu daha çox olan enlik şimal yarımkürəsi götürməliyik. Cənubları çıxarıq. Cənub getdi. Bir dənə cənubumuz var da. Bir dənə cənubumuz olsa 3 getdi də belə deyək. Aha. İndi bir dənə bir nəyə baxırıq və şimal qütbünə, yəni belə deyək ki, qütbə daha yaxın olan enlikləri götürməliyik. Qütbə daha yaxın olan enliklər hansı olar burada? Ən böyük dərəcələri 2-də var, 1-də var, 5-də var. Ən yaxın 3 dənəsi bu oldu. 1, 2, 5, 1, 2, 5. D variantı olar. Şimal tropiki üzərində yerləşən Məskət şəhərində qütb ulduzu 20,1 qaranlıqda göründüyü halda Cənub tropiki üzərində yerləşən San Paulo şəhərində bu ulduz görünmür. Çünki qütb ulduzu şimal yarımkürəsində görsənir. Və yaxud da San Paulo şəhəri cənub yarımkürəsində yerləşdiyi üçün qütb ulduzu görsənmir. İndi baxaq görək məhələ hansıda olur. San Paulo şəhərində davamlı yay fəsli olması, San Paulo şəhərinin qərb yarımkürəsində aidiyyəti yoxdur. San Paulo şəhərinin cənub yarımkürəsində yerləşməsinə görə, bəli, çünki qütb ulduzu yalnız şimalda görsənir. Deyir ki, cədvəldə 5 fərqli məntəqədə il ərzində müşahidə olunan ən uzun və ən qısa gündüzün uzunluqları verilmişdir. Buna əsasən hansı məntəqədən ekvator daha uzaqda yerləşdiyini müəyyən edir. Yenə də arasındakı fərq daha çox olan yox. Demək, burada onsuz da gündüzün uzunluğu verilib. Ancaq gündüz verilib. Ən uzun gündüz hansındadır? Məsələn, 5-dədir. 5-də ən uzun gündüzdür. Ən uzun gündüzdürsə, belə deyək ki, gecə nə qədər olur? Məsəl üçün, gecə də olur 6 saat 20 dəqiqə. 6 saat 20 dəqiqə. 6 saat 20 dəqiqədə gecə olur da, məsəl üçün. Yenə də arasındakı fərq hansıdan çoxdur? 5-də. Məsələn, ekvator daha yaxın olan məntəqələrdə gecə və gündüz arasındakı fərq çox olmur. Yəni, dəyişkən olmur. Məsələn, 12 saat görsən, 16 saat, 17 saat, 14 saat. Hansının saatı çoxdursa, bu ekvatordan daha uzaqda yerləşir. Məsələn, 5 harada yazılır? 5 E variantı olar. 136 gündüz saat 12:00-da günəş üfüqdən cənub tərəfdə olarsa, Qnomanın kölgəsi hansı tərəfə yönələr? Üfüqdən cənub tərəfi olarsa, Qnomanın əksinə olaraq Qnomanın kölgəsi şimalı göstərir, əksinə. Cədvəldə 23 iyun tarixində K və L məntəqələrində gecənin və gündüzün uzunluqları verilmişdir. Gecənin və gündüzün uzunluqları verilmişdir. Buna əsasən hansı fikirə gəlmək olmaz? Olmaz deyil. Məsələn, 22 iyun tarixində gündüzün uzunluğu 9 saat, 12 saat. Mən iki məntəqəndə görürəm ki, gündüzün uzunluğu 12 saatdan azdır. Gecələr daha çoxdur. Və buradan bir qənaətə gəlirəm ki, hər iki yarımkürə, cənub yarımkürə, hər iki məntəqə cənubda yerləşir. Və elin daha K-dan daha cənubda yerləşdiyini bilirəm. Çünki gündüzün uzunluğu, yox, belə deyək, əksinə olaraq gecənin uzunluğu daha çox olan hansıdır? Məsələn, K. K daha cənubdadır. Çünki günəş 22 gündə şimalda olduğu üçün, şimal tropikində olduğu üçün, məsələn, ekvatordan cənuba düşdükcə gecənin uzunluğu artacaq. Çünki günəş şimaldadır. Və bunlar hər ikisi cənubdadır. Amma K belə deyək ki, K eldən daha cənubdadır. İndi baxaq. A məntəqələr eyni yarımkürədə yerləşirlər. Bəli, ikisi də
cənub yarımkürəsində yerləşir. Məntəqədə şimal yarımkürəsində yerləşmirlər. Bəli, yerləşmirlər. Baxın, yerləşmirlər. Bəli, yerləşmirlər. İkisi də cənubda yerləşir. Kam məntəqəsi el məntəqəsinə nəzərən ekvator daha yaxındır. Kam məntəqəsi xeyr, ekvatordan uzaqdır. El məntəqəsi Kam məntəqəsinə nəzərən cənub qütbündən daha uzaqda yerləşir. El məntəqəsi Kam məntəqəsinə nəzərən cənub qütbündən daha uzaqda yerləşir. Bəli, el məntəqəsi cənub qütbündən daha uzaqda yerləşir. Cənub qütbü burası, bəli, uzaqda yerləşir deyə olar. Məntəqədə eyni enlikdə yerləşmirlər. Bəli, yerləşmirlər. Sualı səhv oxudum hemen. Səhvi düzü qarışdırdım. Məntəqədə eyni yarımkürədə yerləşirlər. Bu doğru. Yarımkürədə yerləşirlər. Məntəqədə şimal yarımkürəsində yerləşmirlər. Bəli, bu da doğru. K məntəqəsi el məntəqəsinə nəzərən ekvator daha yaxın yerləşir. Xeyr, bu səhvdir. K daha yaxındır. El məntəqəsi K məntəqəsinə nəzərən cənub qütbünə daha uzaqda yerləşir. Bəli, bu da doğrudur. Məntəqədə eyni enlikdə yerləşmirlər. Bəli, yerləşmirlər eyni enlikdə, fərqli enlikdə yerləşirlər. Bizdə səhvi deyildi. Səhv nə olar burada? D yox, elə səhv C olar. Qrafikdə 5 ayrı məntəqədə günorta vaxtı üçün günəş şüalarının düşmə bucaqları verilmişdir. Məntəqələrdən hansı ekvator ilə şimal tropik arasında yerləşir? Qrafikdə 5 ayrı məntəqədə günorta vaxtı üçün günəş şüalarının düşmə bucaqları verilmişdir. Ekvatorla şimal tropik arasında verilibsə, burada demək olar ki, ildə biz bildik ki, tropik işıqlanma qurşağı, tropik işıqlanma qurşağında ildə 2 dəfə günəş zenitdə olur. İldə 2 dəfə günəş 90 dərəcədən düşməlidir. Və şimal yarımkürəsində bu hansı tarixlərdə olur? Yay fəsillərində, yaz-yay aylarında olur. Yaz-yay aylarında olacaq ki, məsələn, ekvatorla şimal tropik arasında yerləşən hər hansı birlikdə yaz-yay aylarında həmin hadisə baş verir. Yaz-yay aylarında. Məsələn, A variantını saxlayaq. 2 dəfə 90 var deyə saxlayıram. Sonra baxacağım. B-də heç 90 yoxdur deyə çıxıram. E-də 90 dərəcədən düşən verməyib. 2 dəfə 90 düşmədi. Qaldı A, C. Yaz-yay aylarında görən düşürmə 90-dan. Bu 21 martdan 22 iyun arası yaz, 22 iyundan 23 sentyabr arası yay. Bəli, A variantı yaz-yay aylarında 90-dan düşüb. Baxın. Amma məsələn, C-yə baxsaq, C-də nə verib? C-də 23 sentyabrda 90-dan verib. Bu 23 sentyabrda 90-dan veribsə, bu ekvatordur. C məntəqəsi ekvator xəttini deyir. Olmaz. A variantı doğrudur. Payız gecə-gündüz bərabərlik günündə Bakıda günorta olanda hansı coğrafi uzunluqlarda uyğun olaraq gecə yarı, sübh və axşamdır çağıdır? Baxaq. Payız gecə-gündüz bərabər günəş harda zenitdə olur? Ekvator zenitdə olur. Bu öz yerində. Bu öz yerində. Bizim saat qurşaqlarım sualıdır. Neyse, çatıb çatılır. Bakıda günorta olduqdan coğrafi uzunluqlarda. Bakıda günortadır. Bu sual əslində saat qurşaqlarının sualıdır. Yəni, yenə də izah eləyək. Növbəti dərsin sualıdır. Amma belə məntiqlə verir də, yəni məntiqdən tapmaq olar. Saat qurşaqlarını bilməsək də tapmaq olar. Gəlin baxaq. Bakıda deyir ki, saat necədir? 50 şərq uzunluğunda saat 12:00-dur da. 12 coğrafiyada 12:00 günorta götürülür. Hansı enliklərdə deyir ki, hansı uzunluqlarda bəli, bu da 40-cı paralel olsun da, Bakımız olsun. Hansı uzunluqlarda gecə, nə deyir bu da? Hansı uzunluqda uyğun olur? Gecə yarım, sübh, axşam. Məsələn, gecə yarı götürülür saat B-dək 24:00. Sübh verir 6:00, axşam çağı da verir 18:00. Məsələn, burada olmalıdır 18:00, sübhdə olmalı dedik 6:00. Gecə yarıda
24:00. Hə. E, Başda 12:00 hansı enlikdə 18:00 olar? Əlbəttə ki, bu tərəfə getməliyik. 50 neçə saat? 6 saat fərq varsa 6-nı vurarıq 15-ə. 1 saat 10 dəqiqəsi 6-15-in 90. 90-ın üzərinə gəlsək 130 şərq uzunluğu. Ən axırıncı 130 şərq uzunluğu. Yox, sübh axşam saat. 130 yox, 140 da 90, 50 + 90 gəlsə 140 eləyir. 140 şərq uzunluğu. 140 şərq uzunluğu. Ən axırıncı 140 şərq uzunluğu. Cavab burada gələr B variantı. Çünki gecə yarı axşam birisi necədir? Axşam çağı, yəni 18:00 götürülür, 18:00 axşam çağı götürülür. 12:00 Bakıdadırsa, 12:00 Bakıdadırsa, bizdən 6 saat qabaq olan, məsələn, 140 qərb, 140 şərq uzunluğunda axşam çağıdır. Axşam çağı 140 şərq uzunluğunda. Bu da elə bir dənə variant da var, bir də. Neysə, bu sualı çox üstünə qalmaq istəmirəm. Bu sual növbəti dərsin sualıdır. Yəni, izah etmək problem deyil, sadəcə necə deyim ki, siz başa düşəsiniz də, yəni keçmədiyiniz bir şeyi necə deyim. Tropik işıqlanma qurşağının şimal sərhəddi 15 şimal enliyindən keçsəydi. Keçsəydi gözü deyil, keçsəydi. Heç var elə bir şey yoxdur. Yəni keçsəydi deyir. Yer kürəsi orbit müstəvisinə neçə dərəcə meyli olardı? Mən dedim ki, məsələn, tropik 15-dən keçirsə, deməli qütb dairəsi 75-dən keçir. Çünki bunların cəmi 90 eləməlidir. Tropik qütb dairəsi neçədən keçirsə, yer də öz orbit müstəvisinə o dərəcə meyilli olur. Yəni 75 dərəcə meyillidir deyir. D variantı. Günəş 10 şimal enində zenitdə olanda hansı coğrafi enlikdə qütb gecəsi deyil. Hə. Günəş 10 şimal enliyində zenitdədirsə, 80 cənub enliyindən cənubda yerləşən məntəqələrdə qütb gecəsidir. 80-dən bir deyək, 80 cənub enliyindən şimalda yerləşən məntəqələrdə isə qütb qütb gecəsi deyil də normal adi gündür. B deyək, məsələn, burada götürərik B-ni. Çünki bunlar hamısı 80 cənub enliyindən cənubda yerləşir hamısı. 42. Cənubi Amerika materikinin yerləşdiyi işıqlanma qurşaqları. Cənubi Amerika materiki tropik və mülayim. Tropik və mülayim var. Burada tropik və cənub mülayim əlbəttə ki. Cənub mülayim. 3-5. 22 dekabr tarixində hansı xətt üzərində günorta vaxtı cismlərin kölgəsi olmaz? Əlbəttə ki, 22 dekabrda harda olur Günəş? Cənub tropikində, zenit olur və cənub tropikində olduğu zaman kölgə olmur. Avrasiya materikinin yerləşdiyi işıqlanma qurşaqlarından deyil. Əlbəttə ki, Avrasiya materiklər cənub işıqlanma qurşaqlarında yerləşməz, amma şimalda yerləşən bütün işıqlanma qurşaqlarında yerləşir. Cənubu götürərik. Cənub 3-4. D. %145. 40 şimal enliyi, 40 şimal enliyi paralelinin 40 cənub enliyi paraleli ilə oxşar cəhəti. Oxşar çevrəsinin uzunluğu 25.000 xeyr, 40-cı paralelin çevrəsinin uzunluğu 30.744 kilometrdir. Yəni 360 vurarıq, 85,4-ə eləyir 30.744. Oxşar deyil. Avrasiya və Şimali Amerika materikləri ilə kəsişirlər. Xeyr, bir şimalda bir cənubda ola bilməz. 22 gündə ən uzun gündüz müşahidə olunur. Xeyr, 22 gündə ən uzun gündüz yalnız 40 şimala aiddir, 40 cənuba aid deyil. Yaz gecə gündüz bərabərlik günü, günorta vaxtı günəş şüaları 40 bucaq altına düşər. Xeyr, 40 bucaq altına düşməz, 50 bucaq altına düşər. Bu da səhvdir. Sakit və Atlantik okeanlarında kəsişirlər. Bəli, sakit və Atlantik okeanlarında hər iki paralel kəsişir. 45, 145 E. 116 şimal enliyində yerləşən məntəqədə günorta vaxtı şaqlı bastırılmış dirəyin kölgəsi şimal istiqamətə düşərsə, günəş hansı enlikdə zenitdə olar? Və məsələn, 16 şimalda kölgənin uzunluğu şimala düşürsə, günəş hansı tərəfdədir? Cənubda olmalıdır günəş.
16 şimal enliyindən cənubda yerləşən enlikləri əldə etməliyik. 20 şimal bu tərəfə düşür. Yəni buralara düşür. Bir deyək olmaz. 30 güzü 18 olmaz. 30 cənubi ilində günəş zenitdə ola bilmir. Qaldı 25 cənubi ilində günəş zenitdə ola bilmir. Zenit söhbətindir və götürərək buradan 10-u götürərik. Bəli. 10-u götürərik ki, 10 şimal bura düşür. Günəş buradadırsa, bəli, kölgəsi də şimalı göstərir. Yüz 147. Sıxılmaya əsasən hansı ölkədə qış fəslinin olduğunu müəyyən edin. Məsələn, baxırıq ki, şimal yarımkürəsində elə qış fəslidir. Çünki şimal qütbündə, qütb gecələrdəsə şimal ölkələrində, şimal yarımkürəsində yerləşən ölkədə qış fəsli başlayıb. Və elə burada Türkiyə olar cavab. Şimalda yer Argentina cənubunda, Madaqaskar cənubunda, Avstraliya cənubunda, Yeni Zelandiya cənubda yerləşir. Hansı coğrafi enlikdə 20 sentyabrda günorta vaxtı şüabili bastırılmış dirəyin kölgəsinin uzunluğu dirəyin öz uzunluğuna daha yaxındır? Dirəyin öz uzunluğuna bərabər olması günəş, məsələn, dedi ki, günəş 20 sentyabrda ekvator zenitdə olub 90 dərəcə ilə düşür. 90 dərəcə ilə düşür. Deməli, günəş dedim ki, kölgə nə vaxt özünə bərabər olur? 45 bucaqla düşdükdə. 45 bucaqla düşdükdə kölgə özünə bərabər olur. Və 45 bucaqlar arasında nə qədər fərq var? 45 fərq varsa, deməli bu da 45-ci enliyi eləyər. Deməli mən 45 şimal enliyinə daha yaxın enlik götürməliyəm. 45 şimal enliyinə daha yaxın məntəqə hansıdır? 45 şimal cənub fərqi yoxdur da, yəni 45-ci paralelə daha yaxın olan enlik hansıdır? 30 ilə arasında 15 var. 15 dərəcə. 40 ilə arasında 5 var. Elə bu da 40 olar da. Yəni ən az fərq budur. 45-ci paralelə ən yaxın 40 cənub illidir. Aha. 21 mart tarixində 50 şərq uzunluğunda çıxan günəş 12 saatdan sonra hansı coğrafi uzunluqda batar? Hə, bu belə bir şeydir ki, yəni biz bilirik ki, 360 50 şərq uzunluğunu biz əksini götürəcəyik, antimeridianı götürəcəyik, cavabda E variantı edəcək. Yəni ümumi çevrəmiz nə qədərdir? Yer kürəsinin 360. 360-dırsa 21 martda hər yerdə 12 saat gündüz, 12 saat gecədir. 12 saat gündüzə 180 dərəcə düşür. 12 saat belə gecəyə də 180 düşür. Yəni yer bölünür. Əgər 50 şərq uzunluğunda günəş çıxıbsa, avtomatik olaraq onun əksi olan meridianda isə günəş batacaq. Məsələn, 50 şərq uzunluğunda antimeridian, əks meridian hansıdır? E variantındakı olan 130 qərb sonu. Yerin 150-yə baxaq. Yerin xəyali ox orbiti müstəvisinin neçə dərəcə meyilli olsaydı Avstraliya materikində günəş zenitdə olmazdı. Aha, günəş zenitdə olmazdı. Meyillilik daha çox olanı götürəcəyim burada ki, tropiklər azalsın, tropikin dərəcəsi azalsın. Bəli, burada 83-ü götürərik. Şəkildə 2 müşahidəçi 30 cənub enliyində günorta vaxtı şüabili bastırılmış dirəyin kölgəsinin uzunluğunu ölçmüşdür. Bu müşahidədə əsasən günəşin hansı enlikdə zenitdə olduğunu müəyyən edir. Baxıram ki, bu 30 cənub enliyində yerləşir bu məntəqə. Dirək nə qədərdir? 1 metr. Kölgə nə qədərdir? 1 metr. Deməli, günəş neçə dərəcə ilə düşür? 45 dərəcə ilə düşür da. Bayaqdan mən istəyən suala çıxıb ki, demişəm ki, 45 dərəcə ilə günəş düşürsə, kölgənin uzunluğu özünə bərabərdir. Hər hansı bir cismin. 30 cənub enliyi deyirsə bizə, mən 30 cənub enliyini yazaram. Günəş bilirəm ki, şimalda zenitdə olacaq da, söz yox. 30 cənub enliyinə nə qədər düşür? 45 ilə düşür. Çünki kölgənin uzunluğu özünə bərabərsə, deməli 30 cənub enliyinə 45 ilə düşür. Bizə isə deyir ki, harda zenitdədir? Harda zenitdə olar? Bura 45 ilə düşüb. Zenitdə olana 90 ilə düşürsə, bunun arasında nə qədər olmalıdır? 45 dərəcə. Bucaqlar arasında 45 fərq varsa, enlik arasında 45 fərq olmalıdır. Bura ekvatorumu çəkəm. Buradan bura 30. 15-imiz qaldı yerdə. 15 şimal enliyi eləyər. 15 şimal enliyi götürək cavab. Sıxılma əsasən hansı düzənlikdə yay fəslinin olduğunu müəyyən edin. Hansı düzənlikdə yay fəslinin olduğunu müəyyən edin. Hansı düzənlikdə yay fəslinin olduğunu müəyyən edin. Baxaq. Şimal qütbündə
qütb işğalma qurşağında belə deyək, qütb gecələrdə isə e, yay fəsli cənubdadır da, yay biri cənubdadır, hansı deyir, hansı yaydır. Cənubda yaydır. Cənubda yaydırsa hansı enliyimiz cənubda, hansı düzənliyimiz cənubda yerləşirsə onu götürməliyik. Aşağı Donay Avropadadır, Şimal yarımkürəsi. La Plata cənubdadır. Bunu götürək. Missisipi şimaldadır, Qərbi Sibi şimaldadır, Hindsin şimalda, Hindqanq şimaldadır. Burada B-ni götürərik. Cənubda yerləşən düzənlik. Hansı tarixdən başlayaraq Azərbaycanda gündüzlərin uzunluğu artmağa başlayır? Hansı tarixdən başlayaraq Azərbaycanda gündüzün uzunluğu artmağa başlayır? Günəş şimala istiqamətlənəndə. Günəş şimala nə vaxt istiqamətlənir? 22 dekabr tarixindən sonra Bakıda gündüzlərin uzunluğu artmağa başlayır. 22 dekabrdan etibarən gündüzün uzunluğu artır. Çünki 22 dekabr günəş harda olur? 23,5 cənub enliyində və 23,5 cənub enliyində günəş zenitdə olur. Bu vaxta kimi gəlirdi aşağıda, amma bu 22 dekabr tarixindən sonra şimala gedir. Və şimala gedirsə Bakıda nə edəcək? Günəşin düşmə artmağa başlayacaq. 150. Cədvəldə verilən planetlərdən hansılarının yerlərini dəyişsək, onların Günəşdən uzaqlığına görə düzmüş olaraq. Nəysə. Merkur, Venera, Yer, Yupiter gətirib, 3-ü gətirib, belə deyək ki, yerindən yerini dəyişmək olar. 3-dən 4-ün yerini dəyişsək düzələr. 3-dən 4-ün, 3-dən 4, 3, 4 haradadır? Sistem 3-dən 5-də yerlə Yupiter dəyişməkdə. Yerlə Yupiter dəyişməliyik. Yəni bunların yerini dəyişsək 3-dən 5 düzəlir. 10 cənub enliyində yerləşən məntəqədə günorta vaxtı şüaqlı bastırılmış dirəyin kölgəsi şimal istiqamətə düşərsə, Günəş hansı enlikdə zenitdə olar? Günəş bax 10 cənub enliyimi çəkirəm. 10 cənub enliyi. Kölgə deyir hansı tərəfə düşür? Kölgə deyir ki, kölgəsi şimala göstərir. Kölgə şimala düşübsə, kölgə şimala göstərirsə, Günəş harda zenitdə olar? 23,5 ilə 10 cənub enliyi arasında zenitdə olmalıdır ki, belə deyək ki, kölgə hara düşsün? Şimala düşsün. 10 cənub enliyində yerləşən məntəqədə kölgə şimala düşsün. Amma bu enliklər arasında bir enlik götürməliyik. 5 cənub enliyi bura olmur, 30 olmur, 20 olar. 15 şimalları çıxarıq, elə 20 oldu. Şəkildəki müşahidəçi 25 şimal enliyində günorta vaxtı deyir, ölçmüşlər aparır və bu halda zenitdədir. Baxıram ki, yenə bayaq sualın indi 1 metrlik dirəkdir və kölgə də 1 metrdir. Deməli, Günəş neçə ilə düşür bura? 45 ilə düşür. Ki, cismin kölgəsi özünə bərabərdir. Hansı enlikdə ölçüb bunu? 25 şimal enliyində ölçüb. Bayaq cənubda idi, 25 şimal enliyində bunu ölçübsə, deyir, Günəş harda zenitdədir? Bizim ekvatorumuz, bu da bizim bir X enliyimiz, yəni zenitdə olan. Bura dedim ki, 25 şimal enliyə 45 ilə düşürsə, 45 ilə düşür ki, cismin kölgəsi özünə bərabərdir də, 90 ilə hara düşər? Onu tapaq. 90 ilə hara düşər? Arasında 45 dərəcə, bucaqlar arasında 45-dirsə, paralellər arasında 45 olmalıdır. Buradan burada 45 olmalıdır. 25-i burada qaldı, 20-si də burada olacaq. 25-i buradan bura kimi, 20-si də buradan bura. Yəni 20-ci cənub enliyi olacaqsa, 20 cənub enliyi C variantı. Sualı. Planetləri orbit xətti üzrə dövr etmə müddətinin artmasına görə sıralanır. Orbit xətti deyirsə, gündüzün uzunluğunu deyir burada. Gündüzün uzunluğunun artmasına görə, bir günün uzunluğunun artmasına görə. Orbit xətti üzrə dövr etmə müddətinin artması. Xeyr, orbit xətti deyirsə, öz o ətrafında fırlanmasını demir. Orbit xətti Günəş ətrafında fırlandığı xəttir.
Müddətin uzunluğunda isə biz bildik ki, e, planetlərimiz uzaqlaşdıqca, Günəşdən uzaqlaşdıqca dövr etmə müddəti artır. Yəni bir ilin uzunluğu artır, bir ilin müddəti artır. İndi burada deyir ki, artmasına görə sıralama. Artmasına görə deyir sıralaması Günəşə ən yaxın hansıdır burada? Merkuri, Venera yoxdur, Yer var, 4, Mars var, Mars yazdım, Jüpiter, Saturn. 2, 4, 24, 351. 24, 351 var mı? 24, 350, 24, E variantı. Yer tipli planetlər qrupuna daxildir. Özü oxu ətrafına fırlanma dövrü Günəş sisteminin digər planetlərə görə daha çoxdur. Aha, mən bildiyim kimi Veneradan söhbət gedir. Günəşdən uzaqlığına görə ikinci planetdir. Aha, Merkur, Venera təbii peyki aşkar edilməmişdir. Bəli, bu Veneradır. Sən ikinci cümlədən tutdum ki, Venerada öz oxu ətrafında öz oxu tərəfindən gec fırlanan planet Veneradır. D variantı. Doğru olmayan fikrini müəyyən edin. Merkur Günəşə daha yaxın, Neptun isə daha uzaqdır. Doğru da bizə doğru olmayan deyir. Hə, doğru olmayan deyirsə, onu çıxarın. Günəş sisteminin ən böyük planeti Yupiterdir. Bəli, bu Yupiterdir. Aid müxtəlif şəkillərində görünməsinin səbəbi onun yer ətrafında və eyni zamanda yer ilə birlikdə Günəş ətrafında fırlanmasıdır. Doğrudur. Merkur, Venera, Mars Günəş sisteminin daxili planetlər qrupuna aiddir. Bəli, Günəşdən uzaqlaşdıqca planetlərin orbit üzrə hərəkət sürəti artır. Xeyr, azalır. Mars və Mars və Venera planetlərinə aiddir. Daxili planetlər hər ikisi bəli. Günəş ətrafında hərəkət sürətləri Yupiter və Saturn planetlərinə görə daha çoxdur. Baxın. Günəş ətrafında hərəkət sürəti. Bəli, Günəş ətrafında hərəkət sürətləri çoxdur da, bu da doğrudur. Çünki bir ilin uzunluğu Yupiterə görə daha azdır. Öz oxları ətrafında hərəkət sürətləri Uran və Neptun planetlərinə görə daha çoxdur. Xeyr, bu öz oxları ətrafında amma zəifdirlər. Yer planeti bu planet, yəni bir gün uzunluğu azdır. Bir gün uzunluğu çoxdur Mars və Veneradan. Yer planeti bu planetlərin orbitləri arasında yerləşir. Mars və Venera bəli, bunların arasında yerləşir. Ən çox asteroid bu planetlərin orbitləri arasında cəmləşmişdir. Xeyr, o da səhv olar. Düzgün cavab olar 1, 2, 4. D variantı. Ən çox asteroidlər Venera və Yupiter. Yox, Mars və Yupiter arasında olmalıdır. Səhv etməmişəm. Ən çox asteroidlər Mars və Yupiter arasında. Doğru və yanlış fikirləri müəyyən edin. Günəşdən kosmik fəzaya gələn şüaların hissəciklərinin maqnit sahələri məzmununa Günəş küləyi deyilir. Doğrudur bu. Maqnit qasırğaları qütb parıltılarının yaranmasına səbəb olur. Doğrudur. Günəşin səthinin temperaturun nisbətən aşağı olduğu hissələr Günəşin lələkləri adlanır. Bu da doğrudur. 3 dənə doğrumuz var. Maqnit və coğrafi meridianların kəsişməsindən yaranan maqnit meyl bucağı 23,5 dərəcəyə bərabərdir. Xeyr. 23,5 deyil. Daha azdır. Bu da yanlış olur. 3 doğru, bir yanlış. E variantı olur. Günəş 10 şimalində zenitdədir. Buna əsasən hansı enlikdə günorta vaxtı günəş şüalarının düşmə bucağı qütb ulduzunun görünmə bucağına bərabər olar? Günəş 10 şimalində zenitdədir.
Günəş onun şimalində zenitdədir. Buna əsasən hansı zenitdə günorta vaxtı günəş şüalarının düşmə bucağı qütb ulduzunun günorta görünmə bucağına bərabər olar. Hə, günəş 10-da zenitdədir. Ona nə qədərlə düşür? 90-la düşür. 10 dərəcə 90-la düşür. Məsələn 40 şimal ilinə, 40 şimal ilinə qütb ulduzu 40-la düşür, amma bu 60. Məsələn 50-yə baxsaq, 50-yə şey anlamda düşmür. 10 nədir? Günəş haber zeytdan şimal edəcəkdir. Məsələn 50 şimal eləyim. Məsələn, bax 50 yazalım da 50 olacaq elə. 50 şimal eləyəndə qütb ulduzu nə qədər düşür? Qütb ulduzu elə öz paralelin dərəcəsindən 50 dərəcə düşür. Görək günəş şüası 50 ilə düşürmə. Arasında nə qədər var? 40 dərəcə. 90 çıx 40, 50, bəli, günəş şüası da 50 dərəcə ilə düşər. Bir variantı olar. Yüz altmış üç. Böyük partlayış nəzəriyyəsinə görə kainatın başlanğıcında indiyə qədər baş verən hadisələr ardıcıllıqla sıralanır. Birinci böyük partlayış baş vermiş. Burada varmı böyük partlayış? Böyük partlayış yoxdur. Sonra qara dəyişikliklər baş verib. Qara dəyişik deyəndə, üzr istəyirəm, bir dəqiqə. Partlayışdan sonra relik şüalanma baş verir. Kosmik relik şüalanma 3. Şüalanmadan sonra şüalanmadan sonra qaranlıq dövr. İlkin ulduzların yalnız qaranlıq dövrdə yoxdur. Qaranlıq dövrdən sonra ilkin ulduzların yaranması 1. Sonra qara dəliklər 2. Qara dəliklərdən sonra yaranır protogalaktalar 4. Sonra müasir galaktalar. 312, 45, 312, 45, 312, 45 B variantı eləyər. Doğru olmayan fikri müəyyən edin. Yerin maqnit oxunun yer səthi ilə kəsişdiyi nöqtələrə maqnit qütbləri deyilir. Yerin maqnit oxunun yer səthi ilə kəsişdiyi nöqtələr maqnit qütbləri deyilir. Doğru fikirdir. Maqnit meridianı ilə coğrafi meridian kəsişərək maqnit belbucağını əmələ gətirir. Bəli, maqnit belbucağını əmələ gətirir. Maqnit sahəsini əhatə etdiyi bütün yer ətrafı sahələr maqnitosfer adlanır. Doğrudur. Yerin maqnit qütblərinin yeri sabit olmayıb, vaxtaşırı yerlərin şərqə qərbə doğru dəyişilir. Bəli, maqnit meyilbucağı şimal yarımkürəsində 20,5, cənub yarımkürəsi 66,5-ə bərabər. Xeyr, maqnit meyilbucağı coğrafi qütblərlə maqnit coğrafi meridianlarla maqnit meridianların kəsişməsidir. Hər yerdə eyni. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Venera və Mars planetlərinin üçün uyğunluğu müəyyən edək. Səmada qırmızı rəngdə görünür. Səmada qırmızı rəngdə görsənən Venera olar. Səmada qırmızı rəngdə görsənir. Veneradır. Sonra yer planetin qonşusudur. Hər ikisi yer planetin qonşusudur. Şərqdə Dan ulduzu, Zöhrə ulduzu adlandırılır. 2P2 mövcuddur Marsın. Oldu 1-3. 1-ə 1-3. Evdə falan. Yer planetin qonşusudur. Hər ikisi qonşudur. Şərqdə Dan ulduzu, Zöhrə ulduzu adlandırılır Veneranı. 2P2 mövcuddur Marsın. Səmada qırmızı rəngdə Mars görsənir. Mars görsənir. 3, 2, 1-ə 3,
2'ye 1, 4, 1'e 3, 1'e 3, 2'ye 1, 4. E variantı olar. 75 şimal enliliyində qütb gündüzləri başlanan vaxt, 75 şimal enliliyində qütb gündüzləri başlanan vaxt 30 şimal və 40 cənub enlilliklərinə günəş şüalarının düşmə uzaqları müvafiq olaraq göstərin. 75 şimalda qütb gündüzləri başlayırsa, 75 şimalda deməli 15-ci şimal enliliyində 15 şimal enliliyində günəş zenitdədir, yəni 90'a düşür. Çünki bunların cəmi 90 eləməlidir. 90 dərəcə düşür. 15 şimal enliliyində, günəş 15 şimal enliliyində zenitdədir. Bizə isə deyirsə 30 şimal və neçə? 40 cənuba günəş şüasının düşmə uzaqlığını hesablar. 30 cənuba düşər, arasında 15 dərəcə var. 30 düşər, bura 75 ilə düşər. 40 cənuba isə arasında nə qədər var? 40 cənuba arasında nə qədər var? 55. 55 varsa 40 cənubada 35 ilə düşər. 75-35. A variantı gedər. Daha sonra baxaq. 167. Aşağıdakı tarix aralıqlarından hansında Azərbaycanda günümüzün uzunluğu həm artmaqda, həm də azalmaqdadır? Həm artmaqda, həm də azalmaqdadır. Elə bir tarix seçməliyik ki, biz məsələn 22 iyun onun ortasına düşsün. Çünki 22 iyuna gəlib çatanda artacaq. Sonra 22 iyundan sonra azalacaq. Yəni 22 iyun onların ortasına düşsün. 22 iyun hansının ortasındadır? E-də olar. Eyler-Vent diaqramına əsasən uyğunluğu müəyyən edin. 30 şimal və 50 cənub enlikdə mülayim şıqlama qurşağına yerləşir. Hər ikisi mülayim şıqlama qurşağına düşüş gəlir. Yerləşdiyi paralel çevrəsinin uzunluğu 25.596 kilometrdir. Bunu saxlayaq, sonunu vurarıq. Cənub turbu xəttinə qədər olan ən qısa məsafə bu qədər. Gəlin bunu çəkək. 30 şimal ekvatorumuzu çəkək. 50 cənub. Aha. Deyir ki, cənub tropik xəttinə qədər olan ən qısa məsafə 5009, cənub tropikına qədər cənub tropumuzu çəkək. 23,5. Bunların arasında 27 dərəcə var. Bunlar olmaz. Bunların arasında ola bilər hardasa 5009 ya vuranı görən düzdürmü? Fərqli yanlışlardır toplayaraq 53 tam onda 5'i vuraraq 111'e. 53 tam onda 5 111'e vurduqda 53 tam onda 5 vurulsun 111. 5938 tam onda 5 bəli C eləyir. Deməli 30 şimal enliyi bəli 30 şimal enliyinə C-ni yazarıq. Bunu vurduqda 30 şimal enliyi ilə cənub tropik arasında bəli bu qədər məsafə var. 5938 kilometr. Avrasiya və Şimali Amerika materikləri ilə kəsişir. Avrasiya və Şimali materiki ilə kəsişir 30 olar. D. Qaldı B hara aid edir? B-ni də baxaq. 50-ci paralelimiz 71 tam onda 7'dir. 30-cu paralelimiz isə 38 tam onda 2'dir. 1 dərəcə qövsü. Bunun hansını 360'a vursaq 25596 eləyər. Gəlin birinci 71 tam onda 7'ni vuraq. 71 tam onda 7'ni vursaq 360'ın çevriyə 25812 edir elə. 25812 edir. 25596 bölünsün 71 tamamına 7. Bu B variantı heç birisini aid eləmir.
Çünki 71,7-ni 360-a vurduqda 25.812 eləyir. 25.812 eləyir. Yəni 50-ci paralelin 50-ci paralelin yerlərin səhv edirəm deyəsən. Səhv edirəm yerlərin. Bir dəqiqə. Necə səhv demişəm? Onu bir daha aydınlaşdıraq. Tutaq ki, bu dedikdə buradadır. 30 şimal enliyinin 1 dərəcəlik köksünün uzunluğu, bir paralelin 1 dərəcəlik köksünün uzunluğu 96,5-dir. 50 cənub enliyinin isə 71,7-dir. 1 dərəcə köksünün uzunluğu. İndi biz buradan 96,5-i 360-a vursaq 34 min. Bu çox elədir. Bu olmaz. Yaxşı, 71,7-ni 360-a vursaq, bu deyilər 25.812. Heç birisi yenə B-də aid olmadı. B-ni çıxarıq. B heç birisinə aid olmadı. 1 C-dır. 1 C-dır. C-dır. 2. 2 heç birisinə aid eləmədik. Yaxı, necə oldu elə? Mülayim şıqlama qoşanı yerləşir. Yəqin ki, burada 71,7-ni yəqin ki, burada halbuki səhv var. Götürməliyik yəqin ki, burada D variantını. Amma solda səhv var. Niyə? 71,7-ni 360-a vurduqda 360-a vurduqda eləyər 25.812. Yəni bu da sualda səhvlik var. Burada bu rəqəm yerinə 25.812 olmalı idi. Necə? Variant çıxarsaq deyini yazarıq, amma burada B səhvdir. 169. 22 yöndə coğrafi koordinatları verilən məntəqələrdən hansında günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğu 0-a bərabərdir? 22 yöndə biz tropik üzərində yerləşən, özü şimal tropikində yerləşən bir məntəqədə kölgənin uzunluğu 0 deyərik. Məsələn, A variantı düzdür. Şimal tropikində yerləşib. Baxaq, şimal tropikində. B variantı, baxın, cənub tropikində yerləşib. Çünki burada 10 dərəcəyə görə 10 dərəcənin aşağısında olduğu üçün bilirəm ki, cənub yarımkürəsi də B-də olmaz. Bu D qütb dairəsi üzərindədir. C 10-cu paraleldə, 10 şimal enliyindədir. Olmaz. E də 10 cənub enliyində olmaz. A variantı düzgündür. %70. İki tropik xətti arasında hərəkət edən səyyah gecə və gündüzün uzunluqları arasındakı fərqin azaldığını müəyyən etmişdir. Buna əsasən səyyahın sxemdə verilmiş hansı istiqamətdə hərəkət etdiyini müəyyən edin. İki tropik xətti arasında, bəli, deyir ki, səyyah gecə və gündüzün uzunluqları arasındakı fərqin azaldığını, uzunluqlar arasındakı fərqin azaldığını müəyyən edirsə, bu deməli, bu səyyah ekvatora yaxınlaşır ki, gecə və gündüzün uzunluqları arasındakı fərq azalır. Biz bilirik ki, ekvatora daha yaxın olan məntəqələrdə gecə və gündüzün uzunluqları arasındakı fərq azdır. Və ekvator yaxınlaşırsa, bu fərq sıfıra yaxınlaşır. Ekvatorda gecə və gündüz 12-12 bölünür. Yəni, bu ekvator yaxınlaşan hansıdır? 2-dir. 2-ni götürərik C.